Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Aparıcı Vüsalə Əlizadə mətbəxindən yeni videolar paylaşıb. Onun ailəsi üçün hazırladığı yeməkləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Həftə sonu olduğu üçün tərəvəzləri yuyub, yığıb salatları hazırlayacağım. Deməli, bir mangal salatı eləyəcəm. Bir buraşın salatı eləyəcəm. Gerisinə baxarıq. Əti qaynadıb buzluğa qoymuşdum. Keçən dəfə sizə göstərmişdim. Soğan doğradım. Rəngli biberlər doğradım. Qırmızı, sarı, yaşıl. Bir dənə də kökü rəndələdim. Və 2 dənə pomidor doğradım. Ondan sonra da duzunu, biberini, sarı kökünü vurub, ətləri də soyuducudan çıxartdım. Baxın, ətlər görürsünüz, pambıq kimi deyil, yumuşaq. O dondurduğum ətlərimi də belə düzdüm üzərinə. İndi əsas mərhələ. Çox su əlavə etmirəm. Bu qədər yetərlidir. Bu da nedraə yağıdır. Deməli, soğanı, biberi, kökü, onları qızardanda çox az, yəni çox damla qədər belə az bitki yağında eləmişdim. Ətrim möhtəşəmdir. Sizcə bunun haqqı var dadlı olmasın? Ən rahat üsuluyla hazırladım. Sizə də göstərdim, xanımlar. Qəşəng salat da hazırladıq. Çoban salatı deyim, çoban salatı deyil. Çünki içində pomidor, xiyar, rəngli biberlər, avokado, kahı, göyərtilər, ağ soğan var biraz. Yeməyi bişirəndə qalmışdı biraz ağ soğanım, onu da əlavə elədim. Amma göy soğan var, kəvər var, keşnişi, cəfəri və tarxun var, tarxun da əlavə eləmişəm. Bir də sosumuz var, onu da əlavə eləyək, elə dilək. Dəhşət gözəl. İndi şey qaldı, duz qaldı içində. Pendirlərimiz də var. Biraz qarışdırın. Biraz yuxarı qaldır kamerayı. Tam servis eləyəndə pendirləri də əlavə eləyirik. Servis elədik və belə pendirləri də qoydum üstünə. Çox dadlı oldu. Gördün? Çox sağ ol. Çox sağ ol sənə də. Nuş olsun, ömrümü yedim, nuş olsun. Cəsirdə nə verim? Mən yemədim. Qubar da az ömrüm. Bu da mangal salatının içalatı. Hamısını airfryerdə bişirmişəm və belə qabda saxlayıram. Baxın, bu şüşədir.
ağzını bağlı saxlayıram. 1 saata, 2 saata nə vaxtım oldu, çıxaracağım, qabıqlarını soyacağım. Qabıqlar o qədər rahat çıxır ki, pambıq kimi heç bir əziyyət vermir. Çünki parında qalır və yumuşaq soyuram qabıqlarını, doğrayıram.